Qeybət-i Suğrada Zəmanə imamımızın 4 dənə səfiri var. Amma hər adam naib ola bilmir. Hər adam imamın yerində naiblik eləsin, imam əvəzindən cavab versin. Tarix bizə deyir ki, xanım Zeynəb salamullahi əleyha məsum imam tərəfindən öz yerinə naib təyin olunub. Bəlkə də bunu birinci dəfə də eşidəcəksiniz. Öz tərəfindən, məsum imam onu öz tərəfindən naib təyin edib. Bilirsiniz nə var? İmam Hüseyn əleyhissalam Aşura günündə o ki meydana gedirdi, xanım Zeynəb salamullahi əleyhaya bir dənə bu sözü dedi ki, oğlum Səccad sağalana qədər onu əvəz elə. Oğlum Səccad sağalana qədər onu əvəz elə. İki yerdə məsum imamın həyatını qoruyub. Bir şimir ki, xeymələri yandırırdı, gəldi, daxil oldu, gördü ki, İmam Zeynulabdin əleyhissalam istədi öldürsün onu. Xanım Zeynəb salamullahi əleyha özünü attı qabağa. Şimrə elə cavablar verdi ki, Şimir elə təsəvvürə düşdü ki, mən bunu öldürüb, bunun məsuliyyətini, zillətini boynuma götürəcəyimə, çünki xəstə iri insandır, xəstədir, bunu öldürəcəyimə, qoy bu xəstəliklə də dünyasını deyilsin, deymədi. Xanım Zeynəb salamullahi əleyhanın o nitqi ilə. Bir də Kufədə, Übeydullah İbn Ziyadın sarayında istədilər ki, İmam Zeynulabdin əleyhissalamı öldürsünlər. Yine də xanım Zeynəb salamullahi əleyha orada möhtəşəm xutbəsi ilə imamın canını qorudu. Yəni, xanım Zeynəb salamullahi əleyha imaməti qoruyan qadındır. Bu günləri bizim imamətə etiqadımızda, bu günləri Kərbala məktəbini düzgün öyrənməyimizdə xanım Zeynəb salamullahi əleyhanın böyük zəhmətləri var.